Salam dəyərli müəllimlər, hər vaxtınız xeyirli olsun. Bugünkü video izahımız Avstraliya materikinin fiziki coğrafi mövqeyi və relyefi haqqında olacaq. İlk növbədə onu bilməliyik ki, Avstraliya planetimizin ən kiçik materiki hesab edilir. Materikin ümumi sahəsi 7,7 milyon kvadrat kilometrdir. Lakin ətrafındakı okeaniya adaları ilə birlikdə isə ümumi sahəsi 9 milyon kvadrat kilometr hesab edilir. Materikin ucqar nöqtələri şimalda York, cənubda Cənub-Şərq, təbii ki, şərqdə Byron, qərbdə isə Steep Point boruları hesab edilir. Ucqar nöqtələrin yerləşdiyi ölkələr bir ölkə, sadəcə Avstraliya materikində yerləşir. Ucqar nöqtələrin yerləşdiyi, təbii ki, iqlim qurşaqlarından danışsaq, şimal ucqar nöqtəsi subekvatorialda, şərq ucqar nöqtəsi tropik dənizdə, qərb ucqar nöqtəsi quru tropikdə, cənub isə subtropik iqlim qurşağında yerləşir. Ucqar nöqtələrin yerləşdiyi təbii zonalara fikir versək görərik ki, şimal dəyişkən rütubətli meşələrdə, şərq dəyişkən rütubətli meşələrdə, qərb səhrada, cənub isə codyarpaqlı meşə və kolluqlar təbii zonasında yerləşir. Ucqar nöqtələrin yerləşdiyi işıqlanma qurşaqlarına fikir versək görərik ki, sadəcə şimalda yerləşən York burnu tropik işıqlanma qurşağında, qalanlar isə bütövlükdə mülayim işıqlanma qurşağında yerləşir. Yəni bu incə məqamlardır. Həmçinin materik iki yarımkürədə, bütövlükdə ekvatordan cənubda və Qrinviçdən şərqdə, cənub və şərq yarımkürələrində yerləşir və iki okeanla, şərqdən Sakit okeanla, şimaldan, qərbdən və cənubdan isə Hind okeanının suları əhatə olunur. Yəni Hind okeanının payı daha böyükdür. Bunu yadda saxlayın. Onu bildirim ki, materik qədim platforma sahəsidir. Qədim platforma olduğu üçün sahilləri çox az formada parçalanıb. Ərazi daxilində əlverişli limanlar, körfəzlər, adalar nisbətən daha azdır. Ərazi daxilində olan limanlar əsasən materikin cənub və cənub-şərq hissəsində cəmlənmişdir. Əhalinin böyük bir hissəsi də məhz bu ərazilərdə formalaşmışdır. Onu bildirmək lazımdır ki, Avstraliya Gondvanadan ən birinci ayrıldığı üçün özünə məxsus bir çox xüsusiyyətlərə malikdir. Ərazi daxilində endemik bitki və heyvan nümunələri digər materiklərlə müqayisədə nisbətən daha çoxdur. Avstraliya materiki yeganə materikdir ki, burada heç bir fəaliyyətdə olan vulkan mövcud deyil. Səbəbi gördüyümüz kimi litosfer havalarının toqquşma zonasından uzaqda yerləşir. Bəzən belə bir sual verilir ki, Avstraliya materikinin hansı hissəsi litosfer havalarının sərhədinə daha yaxın yerləşir? Yadda saxlayırsınız, şimal hissəsi daha yaxındır. Həmçinin Avstraliya buzlaşmanın baş vermədiyi ərazidir. Səbəbi odur ki, materikin şərqində yerləşən böyük Suarez dağların mütləq hündürlüyü azdır. Kosciuszko maksimum 2228 metr hündürlüyə malikdir. Həmçinin yoldaşlar, materik qədim platformada yerləşdiyi üçün burada əsasən filiz mənşəli faydalı qazıntılar daha üstün paya malikdir. Materikin qərbində, Qərbi Avstraliya bölgəsində zəngin dəmir filizi, şərqində böyük Suarez dağları ətrafında zəngin daş kömür ehtiyatları, cənub hissələrində isə qismən də olsa neft və təbii qaz ehtiyatlarına rast gəlinir. Materikin şimalında Cape York yarımadasında zəngin boksit, Arnavutda isə zəngin uran ehtiyatları mövcuddur. Materik ərazisi təbii ki 7 ştatdan Yeni Cənubi Uels, Viktoriya, Queensland, Cənubi Avstraliya, Qərbi Avstraliya və Tasmaniya əyalətlərinə bölünür. Həmçinin onu bildirmək lazımdır ki, materikin ən böyük gölü sahəsinə görə Eyre gölüdür. Okean səviyyəsindən -16 metr aşağıda yerləşir, mülayim işıqlanma qurşağında yerləşir. Materik ərazisində formalaşan ən böyük təbii zonalar, təbii ki, savannalar təxminən bu hissəni əhatə edir, belə formada və səhralardır. Səhra və savanna materikdə ən geniş sahə tutan məhz təbii zonalar hesab edilir. Materikdə şimaldan cənuba doğru subekvatorial, tropik və subtropik iqlim qurşaqları bir-birini əvəz edir. Və belə bir məlumat bildirim ki, Avstraliya materikində codyarpaqlı meşə və kolluqlar həm subtropikin Aralıq dənizində, həm də bərabər rütubətli tipində qeydə alına bilir. Bunu yadda saxlayın. Materiki cənub tropik xətti kəsdiyi üçün dünyanın ən quraq materiki hesab edilir. Quraqlığın bir digər səbəbi isə materikin şimaldan cənuba nisbətən kiçik, şərqdən qərbə isə geniş məsafədə uzanmasıdır. Ərazinin şərq hissəsinə tropikdən ekvatoru doğru əkən passa külələri böyük təsir göstərir və ərazinin şərqi rütubətli ərazidir. Ümumiyyətlə bu ərazi sakit okean üzərindən gələn hava kütlələrinin qarşısını kəsdiyi üçün böyük Suarez dağlarının şərq hissəsinə bol miqdarda yağıntı düşür. Ərazinin qərbinə soyuq, Qərbi Avstraliya cəryanı təsir edir. Buna görə bu ərazilər quru iqlimə malikdir və duzluluq nisbətən daha azdır. Şərqinə isə
isti şərqi Avstraliya cərəyanı təsir göstərdiyi üçün bu ərazilər rütubətlidir və duzluluğu nisbətən daha çoxdur. Qərbindən isə qərb küləyi cərəyanının hərəkətini görürük. Materik 1771-ci ildə İngilis admiralı James Cook tərəfindən kəşf edilmişdir. Lakin James Cookdan əvvəl 1606-cı ildə əraziyə Holland səyyahı William Janson 1642-ci ildə Abel Tasman gəlmişdir. Onu bildirmək lazımdır ki, materikdə yerləşən Yeni Zelandiya və Tasmaniya adalarının kəşfi məhz Abel Tasmanın adı ilə bağlıdır. James Cook isə materikin müstəqilliyini və Yeni Zelandiyanın hal-hazırda göstərilmiş iki müstəqil adadan ibarət olduğu fikrini söyləmişdir. Materikin cənubunda yerləşən Böyük Avstraliya körfəzinə təbii ki, Murray çayı tökülür. Materikin ən uzun çayıdır. Murray yeganə çaylardan biridir ki, onun qolu Darling özündən daha uzun hesab edilir. Materikdə ümumiyyətlə belə deyək də, əsas sular arteziyan suları və şirinləşdirilmiş dəniz suyu hesab edilir. Avstraliya yeganə ölkələrdən biridir ki, onun transsərhəd su ehtiyatlarının asılılığı yoxdur. Çünki ətrafında heç bir ölkə mövcud deyil. Dünyada ən iri mərcan rifi olan Böyük Sədrifi onun sahilində yerləşir və şimalında bu sədrifi yerləşdiyi üçün bu ərazilərdə liman şəhərləri yarana bilmir. Əsas liman şəhərləri materikin cənub-şərq hissəsində formalaşmışdır.